Bugün 28 fevral. Azərbaycanda Covid-19 virusunun ilk defa aşkarlandığı gündən 6 il ötür. Bir virus ki planları yarımçıq qoydu, ailələri ayırdı, minlərlə insanın həyatına son qoydu. Pandemiyanın başlanğıcı 2020-ci ilin fevralına təsadüf edir. İlk təsdiqlənmiş yoluxma İrandan qayıdan Rusiya vətəndaşında qeydə alındı. Qısa müddətdə virus ölkə daxilində də yayılmağa başladı və xəstələr təcrid olundu. Mart ayında Nazirlər Kabineti yanında operativ qərargah yaradıldı. Sərhədlər bağlandı, kütləvi tədbirlər dayandırıldı. Təhsil müəssisələri, əyləncə və idman obyektləri fəaliyyətini müvəqqəti dayandırdı. İlk ölüm faktı da elə həmin ay qeydə alındı. Vəziyyətin ciddiliyi hər kəs üçün aydın oldu. May-iyun aylarında xüsusi karantin rejimi mərhələli şəkildə yumşaldıldı. Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərdə bəzi sahələr fəaliyyətini bərpa etdi. SMS icazə sistemi tətbiq olundu. Qaydalara əməl etməyənlər inzibati məsuliyyətə cəlb edildi. Yay aylarında isə bəzi bölgələrdə karantin yenidən sərtləşdirildi. Həftə sonları ictimai nəqliyyat dayandırıldı. Açıq havada 5 nəfərdən artıq toplaşmaq qadağan edildi. Bu müddətdə ölkədə yüz minlərlə yoluxma və minlərlə ölüm faktı qeydə alındı. Kütləvi vaksinasiya 2021-ci ilin 18 yanvarında başladı. Əsas istifadə olunan peyvənd Coronavac oldu. Bununla yanaşı AstraZeneca, Pfizer, BioNTech və Sputnik 5 vaksinlərindən də istifadə edildi. 2021-ci ilin 28 dekabr tarixinədək 11 milyondan çox vaksin dozası tətbiq olundu. 6 ilin xronikası göstərdi ki, dövlət qurumları, tibb işçiləri və vətəndaşlar birlikdə hərəkət etdikdə qlobal böhranı nəzarətə almaq mümkündür. Pandemiya geridə qalsa da dərsləri hələ də aktualdır.